Molla buradaydılar. Boyları çox hündür idi. Bura doğru gedib yerə əyildilər və qaban olub qaçaraq evə doğru getdilər, dedim. Tam o anda meşədən küləklə bərabər bir duman çökdü üzərimizə. 5 dəqiqədə hər yer ağappaq oldu. Molla, Rəşad, gəl oğlum, bir şey söyləmə, gəl mənimlə dedi. Belindəki çantasından kiçik bir Quran çıxarıb oxumağa başladı. Daxmaya girdik. Molla mənə, Rəşad, bax oğlum, burada bir şey var. Sən anlatdıqlarında haqlıymışsan. Az öncə meşədən bizi izləyən bir qrup kimsələr gördüm. Sən buranın qapısını bağla. Biz buradan bu gecə gedək. Sabah gələrik dedi. Molla gilə getdik. Olan bitəni danışırdıq. Saat çox gec oldu. Mən çox yuxusuz idim. İçimdən yaxşı ki yoldaşımı göndərdim, yoxsa burada yazıq olacaqdı qadına. Ağlına itirəcəkdi az qala dedim. Sabah oldu. Heyvanların yanına getdim. Heç bir şey yaşanmamış kimi heyvanlar çölə otlağa çıxardım. Meşəyə yönəldim. İtlərim də sürüdə idi. Bir neçə saat ərzində meşəni demək olar ki tam gəzdim. Amma gözümə maraqlı heç nə dəymədi. Mən bu arada heyvanları axşamüstü axura qoyub yuxarıdakı evə çıxdım. Bir neçə gün heç nə olmadı. Çox şükür o anlıq bir şey idi. Hamısı bitdi deyim. O əsnada telefonum zəng çaldı.